Salam, hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramı növbəti buraxılışını təqdim edir. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Fransa axır ki Ermənistanda konsulluğunu açdı, amma konsulluğun açıldığı məkan kimi bu məsələ çox diqqət mərkəzindədir ki, niyə digər xarici ölkələr, xüsusilə də Fransa Ermənistanda öz konsulluğunu açmaq üçün məhz Sünik bölgəsinə, yəni Zəngəzura diqqət göstərir. Biz bugün bu barədə danışacağıq. Eyni zamanda Ukraynanın Rusiyaya geniş miqyaslı hücumu fonunda İstanbul danışıqlarının əhəmiyyətindən bəhs edəcəyik. Söhbətimizə başlamazdan öncə bildirim ki, siyasi şərhçi Mübariz Göyüşlü bizə telefonla qoşulub. Axşamınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Mübariz müəllim, sizcə niyə Fransa məhz Sünik bölgəsində, yəni Zəngəzurda öz konsulluğunu açmağı planlaşdırmışdı və buna da nail oldu? Ermənistanın ümumiyyətlə beynəlxalq diplomatik korpusu bu bölgəyə yığmaqda sizcə məqsədi nədir? Təşəkkür edirəm. Mən hesab edirəm ki, Fransa hər zaman olduğu kimi, yəni öz fəaliyyətini, məqsədlərini pərdələyərək çalışmalar yürüdür. Bu konsulluq fəaliyyətinin əsas məqsədi və hədəfi öz vətəndaşlarına orada xidmət göstərməkdir. Mən bildiyim qədəri ilə Qərbi Zəngəzurda belə deyək, ermənilərin təbii ərazisində Fransa vətəndaşları yoxdur. O zaman sual yaranır. Fransanın burada təsis etdiyi konsulluq kimə xidmət edəcəkdir? Təbii ki, ilk gələn məsələ kəşfiyyat xidmətləridir, informasiya toplamaqdır, müəyyən təxribat diversiya fəaliyyətlərinin mərkəz rolu oynamaqdır və təbii ki, həm də artıq Zəngəzur məsələsi belə deyək də qlobal gündəlikdə bir ön yerlərə çıxıbdır. Yəni burada bildiyim qədərilə İran konsulluq açıb, bildiyim qədərilə ikinci konsulluq açıbdır və Zəngəzur məsələsi artıq dövlətlərin diqqətini cəlb etməyə başlayıbdır. Yəni Ermənistan bu məsələdə bir qorxu, fobiya formalaşdırır, Azərbaycana fobiya formalaşdırır ki, güya Azərbaycan dövləti, Azərbaycan ordusu Zəngəzur vasitəsilə Ermənistan ərazisinə hücum eləmək istəyir. İndiki Ermənistan deyək ki, bir zamanların Qərbi Azərbaycan adlandırılmış əraziyə hücum eləmək istəyir. Yəni və bununla da bölgəyə baxırsınızsa İran, Fransa, indi növbəti də Kanadada bir zamanlar bu məsələlərdə açıqlama verirdi. Kanadanın orada ümumiyyətlə heç bir vətəndaşı yoxdur. Onlar da konsulluq təsis eləmək istəyirdi. Bütün bu məsələlər Ermənistanın Azərbaycan haqqında yaratmağa çalışdığı və Fransa, Kanada kimi və digər dövlətlərin vasitəsilə yaratmağa çalışdığı o qorxu, təcavüz obrazı formalaşdırır və bundan da bölgəyə həmin dövlətləri cəlb eləyir. Avropa İttifaqının monitoring missiyasının da məqsədi aşağı yuxarı bundan ibarətdir. Fransanın konsulluq yaratması da bundan ibarətdir. İndi başqa hansı addımlar olacaqsa biz onu da zamanla görmüş olacaq. Amma mən bunu yanlış hesab edirəm. Yəni bu bölgədə gərginliyi artırmağa hesablanan bir məsələdir. Elə Ermənistandan söz düşmüşkən istəyərdim Rusiya prezidenti Vladimir Putinin Paşinyanla telefon danışığına da diqqət yetirək. Hərçənd ki, bu danışıq bir neçə gün əvvəl baş tutdu. Onlar iki tərəfli və regional məsələləri müzakirə etməklə yanaşı Rusiya dövlət başçısı həm də Nikol Paşinyanı 50 illik yubileyi münasibəti ilə təbrik etdi. Sizcə 2018-ci ildən başlayan anti-Rusiya kampaniyası fonunda belə bir telefon zənginin və təbrik sizcə yerinə düşdümü? Mən hesab edirəm ki, belə deyək də Ermənistan son dövrlər bir qədər bu anti-Rusiya kampaniyasını azaltmış kimi görünməkdədir. Çünki Rusiya-ABŞ danışıqlarından və münasibətlərindən sonra Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump bəyanatlarından mı çəkinibdir? Yəni Ermənistanda belə bir rəy yaranmağa başlayıb ki, Rusiya çox sərt bir şəkildə Ermənistana, Cənubi Qafqaza dönüş edə Ermənistanı cəzalandıra bilər
kimi bir düşüncələr formalaşıb görünür və bu kampaniyanın azaldığının hardasa şahid olmaqdayıq. Amma ümumən və bütövlükdə götürəndə, yəni bu belə deyək, telefon zəngi və təbrik mesajı da bu məsələlərin bir tərkib hissəsi ola bilər. Amma ümumən götürəndə mən hesab edirəm ki, Ermənistan daxilində, Ermənistanın indiki hakimiyyətində anti-Rusiya ovqatı hələ də qalmaqdadır. Onlar Rusiyanın təsir dairəsindən çıxmaqda israrlıdırlar. Onlar belə deyək, Fransa, Almanya hegemonluğu altında olan Avropaya meyillənməkdə və Avropaya üst tutmaqda qərarlıdırlar və Rusiyanın hələ də ümid etməsi ki, belə deyək, Ermənistan bu anti-Rusiya ovqatından çəkiləcəkdir. Əvvəlki şəkildə Rusiyanın nəzarətinə mi deyək ki, təsir dairəsinə mi qayıdacaq? Bu inandırıcı görünür. Yəni müəyyən epizodik məsələlər ola bilər. O da Ermənistan hakimiyyətində bir qorxu formalaşıb yəqin ki. Amma bu keçici bir məsələdir. Və onu da qeyd edeyim ki, Ermənistanın, ermənilərin ümumiyyətlə siyasətində çox tez bir şəkildə daim ona dəstək olmuş, onu formalaşdırmasında, onun bugünkü günləri gəlib çıxmasında dəstək olmuş dövlətə qarşı mı, onun xalqına qarşı mı və yaxud da hər hansı bir formada üst çevirmək məsələsi çox ani bir məqamdır. Yəni Ermənistan mövcudluğuna görə Rusiyaya borclu olmalı olduğu halda biz onun hansı davranışlar göstərdiyini görürük. Mənə elə gəlir ki, Rusiya da bunu bir növ Anadolu qardaşlarımız demiş, haqq edir. Biz illərlə bu məsələləri Rusiyaya anlatmağa və izah etməyə çalışırdıq ki, Cənubi Qafqaz siyasətində yanlışlıq var. Onlar Ermənistana bu şəkildə dəstək verməklə çox böyük səhv edirlər. Və indi Ermənistan özü bu günləri anti-Rusiya ovqatına köhlənməklə Azərbaycanın vaxtı ilə etdiyi xəbərdarlığın nə dərəcə doğru olduğunu Rusiyaya göstərmiş olur. Mübariz müəllim, sizə elə gəlmir ki, bu məsələdə Donald Trump'ın hakimiyyətə gəlməsinin də bir rolu var. Çünki bir növ onun hakimiyyətə gəlməsindən sonra qərbdən əlini üzən Ermənistan nicat yolunu yenidən Rusiyada görməyə başlayıb. Əlbəttə, yəni geosiyasi dəyişikliklər bayaq da qeyd elədiyim kimi Ermənistan hakimiyyətini bəş şəkildə qorxuzubdur. Trump'ın hakimiyyətə gəlməsi məsələsi. Onlar zənn eləyirlər ki, Rusiya Ukraynadakı məsələləri bitirəndən sonra tez bir şəkildə Cənubi Qafqazda Ermənistana dönüş edib Ermənistanı cəzalandırmaq həddinə qədər gələ bilər. Və Dugin'in də bəyanatları görünür Ermənistanda xüsusən qorxunu biraz da artırıbdır. Yəni bu baxımdan o qorxu şeyindən formalaşmış, hissindən formalaşmış bir məsələlərdir. Amma bir daha qayıdıram o məsələyə ki, Ermənistan köhlü bir şəkildə Rusiya ilə bir yerdə mi olmaq, yəni əvvəlki kimi Rusiyanın forposuna qayıtmaq məsələsində inandırıcı görünmür. Yəni onlar ermənilər Avropaya, Avro-Atlantik məkana mı deyək şərt olaraq inteqrasiya eləməkdə maraqlı görünürlər və Fransanın da bu proseslərdə xüsusən çox qızışdırıcı bir rolda çıxış elədiyinin şahidiyik biz və Paşinyan, mən bunu dəfələrlə qeyd eləmişəm, Paşinyan Ermənistanla bağlı hansı siyasəti yürüdü və yürütmək istəyir özü bilər. Yəni öz ölkəsidir, öz xalqıdır. Amma onun davranışları Cənubi Qafqazda gərginliyi artıran bir məsələdir. Yəni Rusiya ilə Fransa arasında, Amerika arasında Ermənistanı bir gərginlik vaxtlarına çevirməyə çalışır və buna nail olur. Onun öz işdə. Amma biz də bu Cənubi Qafqazda varıq. Azərbaycan da burada yerləşir. Yəni bu cürlə qarşı durmalı vəziyyətləri yaratmaq Cənubi Qafqaz üçün də problemli məsələlər yaradır. Biz də Cənubi Qafqazın ən güclü ölkəsi olaraq hesab edirəm ki, Ermənistanın bu cür addımlar atmasının qarşısını ala bilməliyikmi və yaxud da ki, almaqdan məsul olmalıyıq. Çünki biz Cənubi Qafqazın ən aparıcı dövləti. İmkan vermək olmaz ki, Ermənistan, Paşinyan istədiyi şəkildə bu bölgəni bir gərginlik mənbəyinə çevirsin. Bu baxımdan Azərbaycan əgər hansısa bir addımlara Ermənistanı belə deyək, doğru siyasət yürütməyə istiqamətləndirən hansısa addımları atarsa, bu çox doğru və yerində olan bir addımlar olar.
Son vaxtlar Gürcüstan hakimiyyəti də Amerika yönümlü bəyanatlar verir. Elə bu günlərdə Baş nazir Kabaxidze Amerika ilə münasibətlərə yenidən başlamaqla bağlı rəsmi Tbilisidə bir aydın mövqeyinin olduğunu bəyan etdi. Sizcə Trump administrasiyası Gürcüstan hakimiyyətinin bu cür çağırışlarına nə cür münasibət göstərəcək? Bu Gürcüstanla münasibətlər Biden administrasiyasının vaxtında demək olar ki, korlanmışdı, gərgin bir duruma gəlmişdi. Elə Azərbaycanla olduğu kimi Gürcüstanda da biz bunu müşahidə edirdik. Və əgər bu günləri Trump, onun administrasiyası bu münasibətləri qaydaya qoymaqdan ötürü hər hansısa bir müsbət addımlar atacaqsa ki, ata da bilərlər, bu ancaq alqışlana bilər. Çünki Gürcüstandan edilən tələblər biz xatırlayırıq da xarici agentlərlə bağlı səhv etmirəmsə, yəni belə bir qanun və dəyişiklik olunanda, yəni edilən tələblər qərb tərəfindən, Amerika, Avropanın bir sıra ölkələri təşkilatları tərəfindən edilən tələblər qanuni tələblər deyildi. Eyni fəaliyyəti siz Amerikada göstərə bilməzsiniz. Yəni xaricdən maliyyələşəsiniz və Amerika daxilində siz hansısa çalışmalar həyata keçirirsiniz. Heç bu Fransada da mümkün deyil. Yəni bu məsələlər qadağan olunmuş fəaliyyətlərdir. Bəs o zaman bunu Gürcüstana necə rəva bilə bilərsən? Və bu məsələlərin üzərindən deyək ki, Bidenin, Macronun və digərlərinin qanun tələblərinin üzərindən bu münasibətlər korlanmışdı. Yəni Gürcüstanla olan məsələ və ölkəndə də xeyli demək olar ki, qarışdırmağa nail oldular. Aksiyalar, etirazlar və qarşı durmalar yarandı. Şükür ki, vəziyyət qaydasına düşdü. Mən hesab edirəm ki, indi bu münasibətlərin daha yaxşı bir mərhələyə keçirmək üçün gözəl bir fürsət yaranıbdır. Yəni bu fürsətin dəyərləndirilməsi və Gürcüstanla, elə Azərbaycanla da ümumilikdə Cənubi Qafqaz ölkələri ilə daha yeni bir və müsbət məcrada inkişaf edə biləcək bir münasibətlər sisteminə və mərhələsinə mi keçmək olar və buna da ehtiyac var. Çox sağ olun. Maraqlı müsahibəyə görə sizə bir daha öz təşəkkürümüzü bildiririk və dinləyicilərimizin diqqətinə çatdırım ki, bizimlə telefon danışığı aparan siyasi şərhçi Mübariz Göyüşlü idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır və sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun.